Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Xətayda, Sevgi Parkın yaxınında, Xətay metrosundan piyada 7-8 dəqiqəlik məsafədədir. Yeni tikili premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzildir. İndi mən mənzildə olan bütün hər şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq mənzilin giriş hissəsindən. Bura giriş qapımızdır. Girişdən daxil olduqda sol tərəfdə divarda böyük güzgü yerləşdirilir, dekor güzgü. Aşağı hissədə işıqlandırmada lüstr və spotlardan istifadə olunub. Tavan hissəni göstərirəm. Gizli işıqda yerləşdirilib. Hazırda əlavə olaraq divarda buralardan da istifadə olunub. Ümumi işıqlandırmada döşəməsi qranitdir. İsti döşəmə ilə təchiz olunub. Girişdən daxil olduqda gəldikdə bu sağ tərəfdə divar içi qarderobumuz yığılıb. Gözəl də teksturası var. Yəni demək olar seçilmir. Diqqətlə baxanda dediyim kimi girişdə döşəmə, isti döşəmə ilə təchiz olunub. Yeni təmirdir. Təmirdən də sonra mənzillə bir gün belə yaşayış olmayıb. Gəlin vaxt itirmədən keçək. Qonaq otağından başlayaq. Mən bir mənzildə olan bütün otaqları, hər şeyi sizin nəzərinizə çatdırım. Buradan daxil oluruq mənzilin qonaq otağına. Çox böyük, geniş qonaq otağımız var. Yəni təxmini 30 kvadrat olar, bəlkə ondan da biraz artıqdır. Dediyim kimi gözəl təmir olunub, keyfiyyətli təmir olub. İnşallah mənzilə canlı baxanda da şahid olacaqsınız. Burada nəyimiz var? Mən sizin diqqətinizə çatdırım. Mərkəzdə böyük lüstrumuz var. Əlavə olaraq gizli işıq spotlar da eyni ilə. TV internet çıxışı burada nəzərə alınıb və nəzərə çatdırım ki, elektrik qutuları Aignan Gevisdir. Yəni dediyim kimi hər şey keyfiyyətlidir. Bu hissəyə mebel dəstinizi yerləşdirə bilərsiniz. Pərdələr asılıb hazırdır. Burada kondisionerin də yeri qoyulub. Əlavə olaraq buralar da yerləşdirilib. Buradan mənzilin eyvanına çıxış var. Mənzildə ümumiyyətlə 2 eyvan var. Nəzərinizə çatdırım ki, mənzil yer çəkən, yəni skvaznoy mənzildir. Həm yola, həm də həyətə baxır. Nəzərinizə çatdırım ki, mənzil 4 otaqlı mənzildir. Mənzilin mətbəx hissəsi burada yerləşdirilib. Yəni qanuni 4 otaqlı, sadəcə ev sahibi bu şəkildə mənzili proyektini belə cızıb, belə də təmir olunub. Dediyim kimi bu hissə mətbəx hissədir. Gözəl, böyük mətbəx mebeliniz yığılıb. Görürsünüz, tam axıra kimidir. 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır. Yəni içərisində göstərim ümumilikdə. Əşya yerləşdirməsi, yəni kifayət qədər yeriniz var. Bu hissədən də, yəni dərinlikdə çox yaxşıdır. Üstü mərmərdir. Bu hissədə sobamız da qoyulub. Eyni zamanda qaz peçi, aspirator da qoyulub hazırdır. Mərkəzdə böyük adamız və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Tavan hissəni də göstərim, gözəlliyini görəsiniz. Yəni bu hissə qonaq otağından sürgülü qapı ilə, qoşa qapı ilə ayrılır. Eyni zamanda da bu şəkildə də bağlanır. Keçək, mən sizə göstərim mənzilin yataq otaqlarını. Dediyim ki, mənzil yeni təmir olub. Təmirdən də sonra mənzildə bir gün belə yaşayış olmayıb. Buradan daxil oluruq mənzilin yataq otağına. Yataq otağında ölçüsü normaldır, genişliyi yaxşıdır. Burada mən sizə yerləşməni nəzərə çatdırırım. Bu hissədə taxtın yeri burada nəzərə alınıb. Yenə buralar yerləşdirilib. Lüstrumuz, pərdəmiz asılıb. TV internet çıxış burada nəzərə alınıb və bu yataq otağının daxilində əlavə sanitar qovşağımız var. Gəlin onları göstərim sizə. Sanitar qovşaqlar da tam hazır vəziyyətdədir. Gözəl, maraqlı, teksturalı qranitlərdən istifadə olunub. Duş kabinimiz yığılıb. İçərisini göstərim. Genişlikdə yaxşıdır. Bu hissədə şkafımız var. Divar içi unitazın üzərində əşya yerləşdirmək üçün gözəl də moydadırımız burada yerləşdirilib. Və əlavə olaraq bu yataq otağının daxilində bir ədəd çamaşırxanamız var. Yəni qarderob otağı deyək. Paltar yuyun üçün yeri burada nəzərə alınıb, şkafda yığılıb. Hər tərəfdə, sağ və sol, qarşı tərəfdə yəni ayaqqabılar, paltar, hər bir şey yerləşdirmək üçün, asmaq üçün yerlər hamısı nəzərə alınıb. Yəni bu mənzildə hər şey nəzərə alınıb. Bu barədə narahat olmağa dəyməz. Burada yerləşir mənzilin ümumi sanitar qovşağı. Buranı da göstərim. Burada tam hazır vəziyyətdədir ümumilikdə. Sadəcə ümumi olaraq göstərirəm ki, təsəvvür yaransın.
İçərisində göstərim var. Burada da yenə şkafımız yığılıb. Gözəl maydadır. Eyni qayda ilə. Buradan keçək, mən sizə göstərim mənzilin ikinci yataq otağını. Buranın da ölçüsü yaxşıdır. Yəni yataq otaqlarının ölçüsü aşağı yuxarı eynidir. Burada yerləşməni nəzərə çatdırım. TV internet çıxış görürsünüz. Burada nəzərə alınıb, buralar yerləşdirilib. Buradan da mənzilin digər eyvanına çıxış var. Bayaq dedim, yer çəkən, yəni skvoznoy mənzildir. Yəni buranı uşaq otağı kimi də istifadə edə bilərsiniz. Burada deməli 2 dənə taxt üçün yer nəzərə alıb görürsünüz, ayrı-ayrı. Yəni elə də istifadə edə bilərsiniz və bu yataq otağının daxilində də yenə qardirob otağımız var. Burada da tam olaraq şkafımız yığılıb. Görürsünüz, tam axıra kimidir. Burada güzgü də yerləşdirilib. Yəni burada əşyalarınızı yerləşdirə bilərsiniz. Yəni hər yataq otağının daxilində ayrıca qardirobu var, sanitari qovşağı var. Keçək mən sizə 3-cü yataq otağını da göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə qeyd etdiyim kimi mənzilin 3-cü yataq otağıdır. Burada da hər şey hazırdır. Yəni otaqlarda təmir aşağı-yuxarı eynidir. Sadəcə yerləşmə fərqlidir və sanuzellərində təmirində cüzi fərqlər var. Burada yerləşmə belədir. Taxtın yeri burada nəzərə alınıb. Tavan hissəni göstərim. Gözəl lüstrumuz, spotlar və TV internet çıxış. Və bu yataq otağının daxilində də digərlərində olduğu kimi buradan daxil olaraq qardirob, sol hissədə görürsünüz boya-boy şkafımız yığılıb. Əşyalarınızı yerləşdirmək üçün ayaqqabılar, paltarlar, asmaq üçün və bu hissədə də güzgümüz var, yerləşdirilib və buradan da keçirik mənzilin növbəti sanitar qovşağına, bu yataq otağına aid olan sanitar qovşağımız. Burada da buranın içərisi çox genişdir, duş kabinimiz yığılıb. Dediyim kimi içəriləri də çox genişdir, rahatdır. Gözəl moydadır, divar üçün unitaz, yəni bütün istifadə olan materiallar da hamısı keyfiyyətli materiallardır. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzildə məlumatları nəzərdə çatdırım. Xətayidə yerləşir, Sevgi Parkın yaxınında, Xətai metrosundan piyada 7-8 dəqiqəlik məsafədədir. Yeni tikili premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş 4 otaqlı mənzildir, skvozno, yəni yer çəkən proyekti var. Yerləşir 11-ci mərtəbədə və mənzilin start olaraq qiyməti 595.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.